qardaş. Hə, kör sənə. Nə çıxırsan hələ qabağıma? Görsən gələm yol verdi, hə? Vırıb indi mındar eləyərəm, ha sən, eşidirsən məni? Yaxşı qardaş, bağışla, üzr istəyirəm. Aç sağa, bax belə, ağıllı ol. Ata, sən onun üzünə baxanda qorxdun? Yox oğlum, mən sənin üzə baxanda qorxdum. Başa düşmədim ata, sən niyə mənim üzümə baxanda qorxursan? Sənin gələcəyindən qorxuram. Mən o burada döysəm, ağlayan sən olassan. Onu xəstəxanaya aparacaqlar, məni də türməyə. Yenə ağlayan sən olassan. O sağalıb sabah küçədə rahat gezəcək, amma hər gecə qapıya baxıb, atam nə vaxt gələcək deyə gözləyəcəksən. Mən onun səndən təsəvvürlərində qorxdum oğlum. Kişi olmaq həmişə irəli addım atmaq deyil. Bəzən bir addım geri çəkilməkdir oğlum. Mən indi hər şeyi sənin bir gülüşünə qurban verəm. Amma sən olmasaydın, mən ona gücümü göstərərdim. İndi mənim sərhədlərim var. Sərhədlərimin adı isə ailəmdir. Amma bir üzr istəməklə mənə heç də olmur. Amma bir əsəbə görə bütün ailəmizin həyatını qaralda bilərəm. Sən də övladın olanda nə başa düşəcəksən?